Bugün çox gözəl bir xanımın mənə göndərdiyi hədiyyəni birlikdə açacağıq. Öncelikle sizə göstərmək istəyirəm 15 SPF faktorlu bədən üçün malaçka. Bunu daha öncə də istifadə eləmişəm. Teksturası çox yüngüldür və çox bəyənirəm. Mən bunu qızlar aylardır istifadə edirəm bu şampunu. Черный Team'in. Bu sırf saç tökülməsinin qarşısını alır, bir də uzadır. Həqiqətən vəd etdiklərini də yerinə yetirən şampundur. Növbəti məhsulumuz, qızlar, mən bunu çox eşitmişəm. Türklər demişkən namını çox duydum, amma istifadə eləməmişdim. Bu stik şəkildə SPF-dir, mini ölçüdə çox şirindir və kosmetika üzərindən də makyajınız varkən əgər SPF təzələmək istəyirsinizsə, çox rahat şəkildə istifadə edə bilərsiniz. Belə göstərim sizə. Bu nə şirindir. Deməli, bu nədir? Bu lip glossdur. Tez yoxlayaq, baxaq. Qoxusu çox gözəldir. Zərlidir, baxın, görürsünüz. Şüşə kimi qalır, qızlar. Dodaqlarda şüşə kimi qalır, baxın. Bundan bir lip combo çəkərik. Bir ədəd kollagen və vitamin B5 tərkibli qaş sabitləyicimiz var. Bunu ayrı videoda sınayarıq. Bir ədəd mavi maskaramız var, qızlar. Çox qəşəng görünür. Çox gözəl, çox şirin, çox belə deyim, sadə və lüks qablaşdırması var. Rəngi də çox gözəldir. Aplikator da silikondur. Mən silikon aplikatorları ayrıca çox bəyənirəm. Bu nədir? Mən bu məhsulu bilirəm, qızlar. Bu məhsul nədir bilirsiniz? Kipriklərinizi uzatmaq üçün serum. Kiprik serumudur, qızlar, bu. Bunu həm gecə, həm də gündüz istifadə edə bilərsiniz. Çox qəşəng kiprik uzadır. Bu çox əladır. Son olarak da diş pastası. Çok qəşəng ballıdır deyəsən. Bunu da sınayarıq. Bunu sınayacağım birazdan hətta. Buradan bu gözəl hədiyyələr üçün Dilafruz xanıma təşəkkür edirəm. Baxın qızlar, qeydiyyat olmaq üçün də burada nömrə qoyacağım sizin üçün. Sağ olun.